xeyir olsun birliklərini sevə-sevə izləyən dərli tamaşaçılarımız, hər birinizi xoş gördük. Saatlar 19:30-u göstərdi. Bu deməkdir ki, mən Şəlalə Nərman təqdimatında birlikdə proqramı yenə efirdədir. Bəli, artıq yeni ilin deyim ki, astanasındayıq və 1-2 gündən sonra biz yeni ili qarşılayacağıq və bu münasibətlə bütün xalqımızı ürəkdən təbrik edirik və hər birinə can sağlığı arzu edirik və onu da qeyd edeyim ki, Dünya Televiziyasında çalışan bütün işçi heyətimizi, rəhbərliyimizi ürəkdən təbrik edirəm və hər birinə can sağlığı, bol-bol ruzular arzu edirəm. Və bugün də deyim ki, görürsünüz ki, fərqliyik və bugün yalnız və yalnız maraqlı mahnıları dinləyəcəyik və istəyirəm ilk başlayaq kimdən? Bizim parapsixoloq Paşa Yaqubdan. Paşa müəllim, yeni ilin astanasındayıq. Bilirsiniz ki, artıq çılğın at ili olacaq. Bax, bu barədə istəyirəm ki, sizlə birinci həmsöhbət olaq. Buyurun. Axşamınız xeyir olsun, yeni iliniz mübarək olsun bizimlə birlikdə olan tamaşaçılar və bizimlə birlikdə olan iştirakçılar. Hamınızı salamlayıram, hamınızın bayramı mübarək olsun. Bildiyimiz kimi ildə iki dəfə biz dünyəvi bayram, böyük bayram qeyd edirik. Biri 21 martda, bir də 31 dekabrda. Bu bayramlar üzərində böyük bir riyazi bir hikmət var, yəni qanuna uyğunluq var, riyazi qanuna uyğunluq. Yəni bir-birinə bağlıdır bunlar riyazi cəhətdən. Məsələn, 21 martdan başlayıb kalendar qoyun qabağınıza, 21 martdan üzü bəri sayın, 31 dekabrə qədər 286 gün eləyəcəkdir. Məsələn, 2 dənə dəfə də dini bayram qeyd edirik, dövlət səviyyəsində, dini səviyyədə həm də. Bunun biri Qurban bayramıdır, bir də Ramazan bayramıdır. Götürün kalendarda Qurban bayramından başlayın saymağa, Ramazan bayramına qədər yenə də 286 gün olacaqdır. Niyə görə bunlar bir-biri ilə 286 rəqəmi ilə, ədədi ilə bağlanır? Çünki Kəbədə saxlanılan Quran 286 səhifədir. Bu Allahın elminə bağlanır. Yəni bütün təqvimlər, bütün dünyəvi işlər hamısı Allahın elminə bağlanır. Ona görə 286-dır. Hətta insanın ana bətnində yaranması da 286 gün çəkir, gündən hesablayanda. Bu ona həm təqvimlər üzərində, həm də insanın yaradılışı üzərində Allahın elmi var. Allahın elminə bağlanır və üzümüzə gələn 2026-cı il üçün mən sizə yaxşı bir müjdə verirəm. Çox böyük, gözəl il gəlir üzümüzə. Qızıl çağ dövrü başlayacaqdır. Və bu dövrdə bəşəriyyətin kamillik dövrüdür. İnsanoğlu bəşər tarixində heç vaxt belə bir gözəl dövr olmayıbdır ki, bax 3 gündən sonra biz o dövrü qarşılayacağıq, o dövrə qədəm qoyacağıq. İnşallah hər şey gözəl olacaq. Bütün bu bəşəriyyət üçün gəlir. Yəni bir Azərbaycan üçün yox, bütün dünya üçün, bütün bəşəriyyət üçün uğurlu bir il gəlir, gözəl bir il gəlir. Hamınızı bir il münasibəti ilə təbrik edirəm və xoşbəxtlik, saadət, bol-bol ruzu, bərəkət arzu edirəm hamınıza. Təşəkkür edirəm doktor, təşəkkür edirəm və İlk ifa bizim gözəllər gözəli Məryəm Nurdan gələcək. Buyur. Salamlayıram tamaşaçılarımızı. 2026-cı il at ili hamımıza xeyirli, uğurlu, ruzlu, bərəkətli il olsun, düşərli olsun. Təbrik eləyirəm hamını. Bütün Azərbaycan xalqımızı. Mavişim mavilendim, kapına kilitlendim.
düştüm toruna le, toydum düştüm toruna. Bu sevdalar boşuna le, bu sevdalar boşuna. Del aldım, del aldım, del aldım, del aldım, del aldım. Bu sevdalar boşuna le, bu sevdalar boşuna. Del aldım, del aldım, del aldım, del aldım, del aldım. Diyarbakır yoluna le, Diyarbakır yoluna. Toydum düştüm toruna le, toydum düştüm toruna. Bu sevdalar boşuna le, bu sevdalar boşuna. Del aldım, del aldım, del aldım, del aldım, del aldım. Bu sevdalar boşuna le, bu sevdalar boşuna. Del aldım, del aldım, del aldım, del aldım, del aldım. Teşekkür edirəm Məryəm. Bax bu gözəl ifaya görə var ol əzizim. Bəli, hər birinizin bayramın bir daha ürəkdən təbrik edirəm. Və söz verilir dəyərlimiz, həmkarımız, bloger Roma Dağıstanlıya. Roma bəy, buyurun. Axşamınız xeyir. Qonaqlarımızı, tamaşaçılarımızı da salamlayıram. Qabaqdan gələn yeni bayramını təbrik edirəm. Allahdan arzu edirəm ki, gələn il bu ilki kim olmasın. Düşərli olsun hər birimizə. Allah bütün xəstələrimizə şəfa versin. Çox sağ olun, minnətdarım. Bəli, təşəkkür edirəm. İndi də Aynur Qarabağlıdan gözəl bir ifa gələcək. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Mən də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günümüz münasibəti ilə sizləri təbrik edirəm. Ekran qarşısında əyləşən tamaşaçıları təbrik edirəm. İnşallah ilimiz daha da uğurlu, bərəkətli olsun. Yığılağım bir yana, səsimiz getsin hər yana. Yığılağım bir yana, səsimiz getsin hər yana. Bəy gəlsin meydana, davulcu, davulcu. Bəy gəlsin meydana, davulcu, davulcu. Rəqs edəyim bir yerdə, vur davulcu, davulcu. Mənim yarım yanımda, özgəyə baxmam göz ucu. Rəqs edəyim bir yerdə, vur davulcu, davulcu. Mənim yarım yanımda, özgəyə baxmam göz ucu. Gözün aydın qaynana, gözün aydın qaynata. Gözün aydın qaynana, gözün aydın qaynata. Bir il bu toydan keçsin, bəyimizdən olsun ata. Bir il bu toydan keçsin, bəyimizdən olsun ata. Rəqs edəyim bir yerdə, vur davulcu, davulcu. Mənim yarım yanımda, özgəyə baxmam göz ucu. Rəqs edəyim bir yerdə, vur davulcu, davulcu. Mənim yarım
rəqs edəyim bir yerdə, burada uçur, davulçur. Mənim yarım yanımda, özgəyə baxmam göz ucu. Rəqs edəyim bir yerdə, burada uçur, davulçur. Mənim yarım yanımda, özgəyə baxmam göz ucu. Rəqs edəyim bir yerdə, burada uçur, davulçur. Mənim yarım yanımda, özgəyə baxmam göz ucu. Rəqs edəyim bir yerdə, burada uçur, davulçur. Mənim yarım yanımda, özgəyə baxmam göz ucu. Rəqs edəyim. Bəli, indi də bizi kim təbrik edəcək? Yelena Moda evinin rəhbəri, mənim əziz dostum, deyim ki, rəfiqəmiz Gülya xanım, xoş gəlmisiniz, bayramınız da mübarək olsun, buyur. Sağ olun Şəlala xanım. Xalqımı qabaqdan gələn, qarşıdan gələn yeni il münasibəti ilə təbrikləyirəm. Uzun ömür, can sağlığı arzu edirəm. Təşəkkür edirəm, söz verilir. Meyxana, musiqili meyxanaçı Ruslan Sumqaytlıya. Buyursun Ruslan bəy. Ya Allah, axşamınız xeyir olsun. Mən də hər kəs salamlayıram, dəyərli qonaqlarımızı salamlayıram. Qarşıdan gələn yeni bayram münasibəti ilə, Dünya Azərbaycanlıların Həmrəyli bayram münasibəti ilə ürəkdən təbrik edirəm. İnşallah 2026-cı il bütün xalqımız üçün, hamı üçün düşərli olsun inşallah. Amin. Bu şəhəri mən daha tərk eləyim. Bu eşqin oduna sevə-sevə yandım, dediyin hər sözə yalana inandım, ürəyimi aldı. Yüreğim dediğim vefasız olanı vefalı sandım. Sevme ürey defelerle dedim, indi yanır bu canım neydim. Gelmeyinin daha mənası yok, bu şehri mən daha terk eləyim. Sevme ürey defelerle dedim, indi yanır bu canım neydim. Gelmeyinin daha mənası yok, bu şehri mən daha terk eləyim. Dedirse etme ısrar yüreğim, az ona yalvar aktar yüreğim. Bir de səhv edip kiməsə tutulma, hiç kimi sevme tekrar yüreğim. Sevme ürey defelerle dedim, indi yanır bu canım neydim. Gelmeyinin daha mənası yok, bu şehri mən daha terk eləyim. Sevme ürey defelerle dedim, indi yanır bu canım neydim. Gelmeyinin daha mənası yok, bu şehri
mənası yox. Bu şəhəri mən daha tərk eləyim. Sevmə ürək dəfələrlə dedim. İndi yanır bu canım nə edim. Gəlməyinin daha mənası yox. Bu şəhəri mən daha tərk eləyim. Təşəkkür edirəm. Bir eləm var olasın. Bəli, indi də söz verilir, həm həmkarımızdır və son dövrlərdə gözəl ifaları ilə hər bir insan onu sevir. Dəyərlimiz Lətafət xanım, buyur. Təşəkkürümü bildirirəm Şəlalə xanım, minnətdaram, mənim üçün çox dəyərlisiniz. Dünya TV kollektivinə təşəkkürümü bildirirəm, Ramiz müəllim, Aybəniz xanım başda olmaqla. Bəli, biz də musiqi sahəsinə yönlənmişik. İnşallah gözəl bir mahnı ilə təbrik edirəm. Azərbaycan xalqını təbrik edirəm. İnşallah gələnin hər birimizə düşər olsun. Amin. Kara kaş kara göz, şirindi şirin söz. Kara kaş kara göz, şirindi şirin söz. Aman Habibim, yarım Habibim, canım Habibim. Aman letafet, canım letafet, yarım letafet. Ben senden ayrılmaram, aman Habibim. O kara gözlere heyranam Habibim. Ben senden ayrılmaram, aman Habibim. O kara gözlere heyranam Habibim. Amandı gelbimi üzme gel Habibim. O kara gözleri süzme gel Habibim. Seni menden, beni senden ayrı salma Habibim. Bu işken senden hiç çıkma gel Habibim. Kara kaş kara göz, şirindi şirin söz. Kara kaş kara göz, şirindi şirin söz. Aman Habibim, yarım Habibim, canım Habibim. Aman letafet, canım letafet, yarım letafet. Ben senden ayrılmaram, aman Habibim. O kara gözlere heyranam Habibim. Ben senden ayrılmaram, aman Habibim. O kara gözlere heyranam Habibim. Təşəkkür edirəm, var ol. Bəli, indi də söz kimə verilir? Əziz tamaşaçılarımız, axı bugün dedim, qeyd elədim ki, bizdə yalnız və yalnız bu günləri musiqili proqram olacaq. Heç bir dərddən, sərdən, heç bir mövzudan danışmayacağım və qalmaqal da olmayacaq. Son dövrlər hər bir insan bunun ifalarını hər bir yerdə görür və bir çox efirlərdə də rastlaşırsınız. İstəyirəm bir dənə sevimli mahnısı var ya, Xaloğlu mahnısı. Bəli, Şöhrət Cəllabadlını düzdür. Mən Xaloğlu sözündən xoşum gəlmir, amma yenə sənə görə qulaq asacağım. Çox sağ olun, var olun, təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun, mən də salamlayıram sizləri və Azərbaycan xalqımızı salamlayıram. Yeni ilimiz, təzə ilimiz düşərli olsun, uğurlu olsun, can sağlığı diləyirik.
Təşəkkür edirik. Buyur, gəlsin Xaloğlu. Oyna 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 ay Xalaoğlu, bu toy bizim toydur oyna Xalaoğlu. Oyna 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 ay Xalaoğlu, bu toy bizim toydur oyna Xalaoğlu. Kim yerin, elə qohumu qamı deyir afərin. Xaloğlunun verməyir heç kim yerin. Xaloğlular çox istəyir bir-birin, Xaloğlular çox istəyir bir-birin. Oyna 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 ay Xalaoğlu, bu toy bizim toydur oyna Xalaoğlu. Oyna 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 ay Xalaoğlu, bu toy bizim toydur oyna Xalaoğlu. Kim ifa eləyəcək, bilirsiniz ki, bu insan mənim üçün çox doğmadır, çox yaxındır və həqiqətən mənim üçün əzizdir. Əslində çoxdan efirdə olmalıydı, başı maşallah olsun toylara qarşı. Bugün də çox gözəldir. İstəyirəm dəyərli müğənnimiz Elnurə Mehdiyevanı təqdim edin və ona söz verin. Buyur. Salam, hər vaxtınız xeyir olsun. Bizə baxan dostlar, izləyiciləri, hər birinizi salamlayıram. Burada olan dostların hər birini salamlayıram. İnşallah yeni il hər birimizə düşərli olsun. Qarşıdan ateli gəlir 2026-cı ildə. İşlərimiz o qədər mükəmməl, o qədər sürətlə keçsin ki, gözümüzü açıq kapayaq görə hər şey gözəl olur.
aşıqına, nazına qurban, dərdinlə gül yanığım, sarılıb solar. Naz etmə aşıqına, nazına qurban, dərdinlə gül yanığım, sarılıb solar. Dağlar duman olar, halım yaman olar. Dağlar duman olar, halım yaman olar. Mən səni çox sevirəm, sən də sevsən nə olar? Səni mən çox sevirəm, sən də sevsən nə olar? Mən səni çox sevirəm, sən də sevsən nə olar? Səni mən çox sevirəm, sən də sevsən nə olar?
tutup su tek deryalarda duruldum duruldum. Dilip tutup söz demedim yoruldum vay vay. Yeri yeri gelirim dalınca esmerim ol gelirim dalınca. 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 Ay, təşəkkür eləyirəm. Var ol əzizim. Bəli. İndi istəyirəm ki, hər biriniz bax mənim suallarıma cavab verəsiniz. İndi elə bilirsiniz ki, düzdür, qalmaqal eləməyəcəm. Sadəcə mənim üçün maraqlıdır. Roma bəy, elə ilk sizdən başlayaq. Ötən il yaddaşınızda hansı hadisələrlə qaldı və yeni ilə harda keçirəcəksiniz? Bu illərim heç nə yadda qalmadı. Hamısı pislər oldu. İnşallah gələn ildə hamıya uğur olsun. Biz onun içində. Amin. Nurə xanım, bəs siz köhnə ilimiz yaddaşınızda hansı xatirələr izi buraxdı? Gözəl xanım, deməli bu ilan ili həqiqətən də həyatımızda o qədər ilanlar oldu ki, sənətimizdə, ətrafımızda. İnşallah ki, bu yeni il 31 dekabr bitəcək, at ilimiz gəlir. Daha da gözəl, daha da sürətli işlərim davam edəcək inşallah. Belə bir yadda qaldı yəni məndə. Əsas odur ki, 2025-ci ildə ilanların hər birini arxada qoyduq. İndi at ilinə baxırıq inşallah. Buyur. Mənim də keçən il 2 kitabım, keçən ildən də bu il 2025-ci ildə 2 kitabım çap olundu. Təkrar gəncləşmənin sirri keçən dəfə verilişdə göstərdim. Sonra Pangeizm, insanlığın xilas yolu. Bu kitabım da nəşr olundu. İnşallah üzümüzə gələn at ili də At Muraddır. İnşallah hamı muradına çatsın, hamı üçün gözəl olsun, biz də onların içində. Buyurun, Aynur xanım. Mən deməzdim pis oldu. Çünki illərdir ki, bir neçə ildir ki, el şənliklərinə, məclislərə gedirdim. Ancaq bu il mənim üçün gözəl bir il oldu. Yeni mahnılarım, bir neçə mahnılarım üzə çıxdı. Efirlərə dəvət aldım. İnşallah ki, gələn ildə davam edəcək. Növbəti qonağımız, buyurun. Belə deyim də, çox şükür Allahın böylüyünə. Məndə də bu il ərzində yəni bir neçə mahnılar işıq üzü gördü. Allah bütün hamının çəkdiyi əziyyətdən xeyir versin. İnşallah deməzdim pis qaldı bu il mənim üçün yadda. Çox şükür. İnşallah gələn ilə də klip planlaşdırıram. Davamiyyətdə olar inşallah. Uğurların bol olsun. Olasın, minnətdaram. Gülya xanım, buyurun. Mənim üçün də 2021 çox yaxşı oldu. Bütün tədbirlərə, bütün gəzintilərə getdik. Nəvəmlə bir yerdə. 2026 hamı üçün düşərli olsun. Amin. Buyur. 2025-ci il mənim üçün də düşərli oldu. Oxumağa başlamışam. Oxumağa start vermişəm. İnşallah ki, gələn də elimizdə, obamızda daim toy düyün olsun. Biz də elimizdə, obamızda hər zaman toylarda olaq. Efirlərdə olaq. Sağ ol. Buyur Şöhrət bəy. 25-ci il mən üçün də gözəl oldu. Gözəl oldu, inşallah 26-da Allah uğurlarımızı bol eləsin. 25-də də mahnılarım oldu, 26-da da olacaq inşallah. Can sağlığı, var olun. Bəli, Nurə xanım, söz sizdədir. Axırı ki, mikrofon gəldi, mənə də çatdı. Dəyərli Azərbaycan xalqı, bizi seyr edən insanlar, böyüklərimiz, kiçiklərimiz, atalar, analar, babalar, nənələr. Sizin hər birinizin axşamı xeyirli olsun. Ötən il nə qədər çətin olsa da, gələcəyə ümid heç vaxt azalmır insanda. Ötən il bir çətinliyimiz oldu, gözəl sənətkarlarımızı itirdik. Bununla bərabər yaxşılarımız da oldu. Çünki Qarabağımızda Novruz qeyri deyilədik. Ən böyük sevincimiz bundan ibarətdir bizim ki, Şuşamızda, doğma Şuşamızda artıq gözəl konsertlər oldu və biz də o yerlərin gəzintisinə, o yerlərin seyrinə tamaşa etməyə getdik. Mən Elnarə xanım üçün ötən ilin ən böyük sevinci oldu ki, mən yeni mahnılarımda uğurlar qazandım. Efirlərimizin müəyyən dəvətlərini qəbul edə bildim, ancaq müəyyən dəvətlərini qəbul edə bilməsəm də, inşallah ki, gələn ilə buna yer verəcəm. Amma bir sözlə deyim ki, ən böyük arzu istək insanda hər gün günbəgün artır. Mənim də arzum budur ki,
Değerli həmkarlarımla bərabər uğurlarımız bol olsun. Uca zirvələr bizim olsun. Elimizə, obamıza bu azadlığı bəxş edən bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun. Və Azərbaycan əskərlərini Allah qorusun. Vətən oğlanları sizinlə fəxr edirik. Elimizin, obamızın bu aydın səmasını Allah bizdən almasın. Bəli. Amin deyək və sizdən gözəl bir ifa gəlsin. Buyur. Canım, canım, ey mənim yarım, canım, dərdə dərmanım. Gözlərin güləndə göylərin saçır, yanımda olanda zülmətlər qaçır. Gözlərin güləndə göylərin saçır, yanımda olanda zülmətlər qaçır. Deli divanə edibsən sən məni, eşqinə düşmüşəm yox xəbərin sənin. Deli divanə edibsən sən məni, eşqinə düşmüşəm yox xəbərin sənin. Canım, canım, dərdə dərmanım, canım, ey mənim yarım. Canım, canım, ey mənim yarım, canım, dərdə dərmanım.
Hər birinizə təşəkkür edirəm. Bax, bugün mənimlə birlikdə oldunuz və təşəkkürdən söz düşmüşkən mənim də təşəkkürlərim var. Baxımsız xanım yoxdur, hər bir xanım gözəl görsənmək istəyir. Bunun üçün də nə etmək lazımdır? Dərmanov metrosunun düz yanında məşhur bir salon var, Akkadın salonu. Akkadın salonuna getmək lazımdır. Mənim dəyərli bacım Aygün xanım. Çox təşəkkür eləyirəm. Bax, bugün məni belə bəzədin, düzədin, verilişimizə göndərdin və sizin də bayramınız mübarək olsun. Allah Taala sənə can sağlığı versin. Biraz səhhətində problem var idi. Biz çox narahat idik və bütün məni sevənlərin bayramı mübarək olsun. Hər birimizə düşərli olsun və burada olanlar, hər birimizin bayramını təbrik edirəm və inşallah onu deyim ki, yeni ildə yenə sizinlə birlikdə, yeni ildən sonra, yəni ilk yeni ilində yenə sizi görmək istəyirəm. Həmişə mənimlə birlikdə olduğunuza görə dəyərli mənim verilişimizin prodüseri Zümrüd xanımı ürəkdən təbrik edirəm, var olsun. Düzdür, oradan bizə baxır, əslində o da mənim yanımda olmalıydı və hər an mənimlə birlikdədir. Bəli, əzizlərim, bayaqlara sual verdim ki, ötən il sizə yəni hansı yaddaşları, izləri buraxdı. Təbii ki, mənim də yaddaşlarımda heç yaxşı izlər artıq 2023-cü ildən bura hamı bilir ki, yaddaşlarımda nə qədər yeniliklər olsa da, desəm də, gülsəm də bir insanın yarası var, o yara həmişə mənimlə birlikdədir. Və bu ildə mənim üçün bilirsiniz ki, itkilərimiz oldu və bu bir Allahın bir sınağıdır. Allahdan səbr arzu edirəm və güclü olduğuma görə yenə bax bu birlikdə verilişində mənim əzizlərim, mənim dünya televiziyamızın rəhbəri və mənim üçün əziz olan hər bir insanın bayramını ürəkdən təbrik edirəm və sonda bilirsiniz ki, hər il mən başladığım kimi mənim dəyərli bacım Yaqudun mahnısı ilə başlamışam, ilimi Yaqudun mahnısı ilə da bitirirəm və ona görə sona saxlayıram ki, çünki bundan sonra mən danışa bilməyəcəm. Amma bu verilişin ərsəyə gəlməsində hamı bilir ki, bunu mənim bacımın yəni çox əziyyəti olub və Allah onun o dünyasını versin və bilirəm ki, mənimlə birlikdədir və sonda Yaqudun mahnısı ilə sağollaşıram və danışa bilməyəcəm.
sözün kitaba kim yazdı? Kitaba kim yazdı? Gülün ömrü yazdı, naləsi avazdı. Qızıl gülün sözün kitaba